Həkim, tamaşaçılarımız soruşur ki, hansı qidalara üstünlük versək, ümumiyyətlə xərçəng xəstəliyinə yoluxmarıq. Varmı belə qidalar? Daha çox səhər, günorta, axşam hansı qidalara üstünlük verməlidirlər? Xərçəngin ən doğru müdafiəsi xəstələnməyəsən deyə xoşbəxtlik muşu demişdim. Onda qafiyyəsi yoxdur. Xoşbəxtlik, saadət hissi yaşamaq. Elmi dildə desək, enkefalin və endorfinlərin daima üstün olmasıdır. Amma xırdalasaq bu məsələni, biz cismani olaraq yediyimizdən ibarətik. Biz zehnisel olaraq biliklərimizdən ibarətik və biz ruhsal olaraq inanclarımızdan ibarətik. Əgər cismaniyə gəlsək ki, nələri yeyək ki, bunu qarşısına alsaq, çox sadə şeylərdir. Limon, ərik ya acı badam tumu, sarımsaq, zəncəfil, sarı kök. Bunları yeyin daima. Bunların tərkibində hamısı şişə əleyhinə olan vasitələrdir. Sarı kökü acı istiyotla, acı istiyot bir damcı olsa da bəsdir. Elə bil ki, mənim burada xüsusi reseptlərim var. Deyək ki, bir xörək qaşığı çətinə yağı, bir çay qaşığı sarı kök, bir cimdik təzə üldülmüş qara istiyot. Kifayət eləyir. Axşamlar bir stəkan qatıq, bir çay qaşığı sarı kök. Kifayət eləyir. Səhər-səhər quru stəkana bir çay qaşığı soda, adicə soda ya Almaniyanın alkala variantı ya Türkiyənin daha yaxşı variantı ya Rusiyanın ya nəysə, acana soda üstündən qaynar su, mütləq qaynar. Soda sönəndən sonra əlavə eləmək olar ya doşab, ya bal, ya nəsə belə bir şeylər, başqa bir şeylərdir. Biyan kökü ağciyər xəstəlikləri üzrə çox yaxşıdır, yəni başqa şeylərdə. Yəni sodanı tək də içmək olar, nə-nəsə qatqı ilə eləmək olar, amma əsas qaynar su ilə. Bunlar kifayət edir ki, bədəni qələvləşdirəsiz, profilaktik xərçəngin qarşısını almış olarsınız. Nə ən çox yaradır xərçəngə səbəb? Turşulu mühit. Burada bir cədvəl var, mən bütün xəstələrimə bunu verirəm. Burada bədəni qələvləşdirən qidalar var, turşulaşdıran qidalar var. Bax, turşulu mühitdə şiş inkişaf edir. Turşulaşdıran da bizim bədənimizi ət məhsullarıdır, şirniyyatlardır, bir də un məhsullarıdır. Qısası, Azərbaycan xalqının sevdiyi kababdır, şirin çaydır, xəngəldir, olmaz. Yəni, malatı, quzatı, sənəyə şirniyyatı, bir də drojla olan, yəni maya ilə olan məmulatlar olmaz. Bax, bunlar xərçəngə yaratmır, amma mühit yaradır ki, orada o inkişaf edir.